kartof kızartması və kotleti bölüşəcəm. Hər birinizə Allahın salamı olsun. İndi isə əvvəlcədən soyduğum 5 ədəd kartofu bəzəkli formada doğramışam. Yağı bol edeceksiniz ki kartof tavaya yapışmasın. Mən həmişə kartof kızardanda ağzını örtmürəm. Çünki ağzını örtəndə kartof diri-diri qalmır, əzilir. Üzərinə duz, isyot və sarı kökdə əlavə edə bilərsiniz. Mən sarı kök tökürəm ki, üzərinə kartofun rəngi onda həm çox dadlı olur, həm də ki rəngi şəffaf və qəşəng olur. İndi isə üzərinə duz səpirik. Yarım çay qaşığı üzərinə duz səpirik. Dostlar, kartofu kızarttım. Gördünüz ki, necə də dənə-dənə qaldı, əzilmədi. Kartofun qapağını örtəndə kartof buxarlanır, kartof əzilir. Mən kartofun ağzını örtmürəm. Kartof qızaranda dənə-dənə qalır. İndi isə keçək kotletə. Ətin üzərinə əvvəlcədən çəkdiyim bir baş soğan, böyük soğan, bir baş da kartofu ətin üzərinə əlavə edirik, tökürük. İsə bir yumurta vururuq ki, kotlet pişən zaman yapışmasın. Yumurta tökməyəndə kotlet yapışır. İndi isə duzlu istiyotu da özünüz zövqünüzə görə vura bilərsiniz. Mən içərisinə bir diş sarımsaq da vururam. Onda da çox dadlı olur. İndi əti yaxşı qaçdırırıq ki, soğanla kartof ətin canına olsun. Əvvəlcədən gərək birinci tavanı mütləq yaxşı qızdırasınız. Qızdırmasanız kotletlər tavaya yapışır. Çevirmək olmur. Özünüz formasını özünüz verə bilərsiniz. Mən belə lülə formasında eləyirəm. İstəsəniz bu formada da edə bilərsiniz. Bu formada da edə bilərsiniz. Arada tez-tez baxırsınız ki, yanmasın. Qızardıqca hər bölümü çevirin ki, yaxşı pişsin hər bir tərəfi. Çiğ qalmasın. İndi isə dostlar, bişirdim. Çox dadlı və ləzzətlidir. Siz də bişirin, yeyin. Hər birinizin evini Allah həmişə ruzu bərəkətli olsun. Göz haqqınızı halal edin. Dəstəklərinizi və yorumlarınızı gözləyirik. Mənə takib atıb, yorum yazan hər birinizə təşəkkür edirəm. Allah hər birinizdən razı olsun.